Pulsuz aparırdılar. Vüsalda da deyir, müəyyən məbləğ ödənilərək gedilibdir burada. 8 dəfə həcdə olub. Mən bircə dəfə ömrümdə həcdə olmuşam. O da 2008-ci ildə avtobusla gedənlərdən biriyəm. Əyninə ağ ihramiyə geyinirdi, oturub həcdən canlı yayım açırdı da Facebookda. Mənim getdiyimdə 2008-ci ildə Facebookun ümumiyyətlə canlı yayımı olmayıb. Bunlar sonrakı dövrlərdə çıxıb. Getdiyim yerlərdən sadəcə Amerikada olduğum zaman o canlı yayımlar açıram. İndi aparmırlar, deyir ki, İslamda həc yoxdur. Zor deyil. Sala müzakirə eləmək fikrim yoxdur, ancaq həqiqətən yanlışları qeyd eləyir, yanlış bilgiləri. Çünki mən ömrümdə bircə dəfə həcdə olmuşam. Həcc ziyarətim həqiqətən çox çətin yaşandığına görə, çox əziyyət çəkdiyimizə görə, sonrakı dövrlərdə bəli, tək 2 dəfə umrə ziyarətində olmuşam ayrı-ayrı vaxtlarda. İlk dəfə öz qaydandan sonra da deyirdim ki, İslam'a yeni gələn bir insanı ora aparsanız İslamdan çıxar. Oradakı gördüyümüz acınacaqlı vəziyyətləri, natəmizliyi, qara dəşə öpməkdən ötəri bir-birlərinə zülm vermələrini, qadın kişinin az qala bir-birinə yapışmalarını, ora gedən insanlar da çox biabırçı vəziyyətləri də görürlər. Fərqli hələ mənim danışmaq istəmədiyim kişilərin ehramda olması, ehramın əyinlərindən düşməsi bəzən və s. Vüsal qardaşımızın şəxsinə çox böyük hörmətim var, sayğım var, amma fikirlərimiz tamamilə fərqlidir. Özünün yaşadıklarını din kimi qəbul eləməsə, inanıram ki, dinin həqiqətlərini qavrayacaq bir insandır.